Herkese salamdırsa kanalıma videoma hoş geldiniz. Bugün yeni bir videoda karşınızdayım. Videoyu keçməmişdən və dostlar sizdən xahişim budur ki, maksimum şəkildə kanala abunə olasınız. Video izləyənlər yarısı kanala abunə deyil. Heç olmasa əziyyəti dəyərləndirmək üçün, motivasiya etmək üçün mənim kanala pulsuz şəkildə qırmızı rənglə abunə ol butonunu vuraraq abunə ola bilərsiniz. Videoyu bəyəndisə like ata bilərsiniz. Həmçinin dostlar Telegram kanalımıza hər birinizi gözləyirik. Əsas məlumatları, alış-satış siqnallarını, səhim tanıtımları və s. burada paylaşıram. Həmçinin müzakirə qrupumuzda da bunları müzakirə edirik dostlar. Siz də gəlin birlikdə müzakirə edək, birlikdə öyrənək və öyrədək dostlar. Linki şərhlərdə olacaq. Bugünkü videomuzda Telegram kanalında da söz verdiyim kimi yeni yatırım edəcəyim şirkəti tanınacağım. Bazar ilə bağlıdır. Niyə? Çünki saat 11-in yarısıdır. Amma mən sizlər üçün video hazırlayıram dostlar. Ona görə də çox xahiş edirəm, abunə olun dostlar kanala. Bəli, yeni səhmimiz budur dostlar. Gorilla Technology Group Inc. Bu səhmi dostlar qrupumuzda bir takipçi məsləhət görmüş dostlar. Sağ olsun, yaxşı şirkətdə araşdırma etdim. Siz də qrupumuza gəlin, Telegram kanalımıza, oradakı müzakirə qrupumuza. Siz də bizə məsləhətlər verin. Siz həm biz sizi öyrədək, həm siz bizi öyrədin. Yəni qarşılıqlı şəkildə bir-birimizi bu sahədə inkişaf etdirək dostlar. Bəli, Gorilla Technology Group Inc. şirkətidir dostlar. Bugünkü şirkətimiz haqqında məlumat falan var. Gördüyünüz kimi tüm zamanlarda 80%, 88% dəyərlidir. Yəni bu şirkətlər olmasa dostlar bizim çörəyimiz çıxmaq bu işdən. Niyə? Çünki bu şirkətdə çox düşürlər və biz ən minimum nöqtədən bu şirkətləri deməli tuta bildiyimizə görə bu şirkətlərdən qazanc qazanır. Təbii ki, bu şirkəti tam minimumdan tuta bilməmişik. 4 dollardan qalxıb alıb başını yedib 40 dollara qədər 10x eləyib. Bu çox yaxşı nəticədir. Lakin hal-hazırda dostlar tam-tamına alış nöqtəsindədir. Bunu sizə verim şad xəbəri. Həqiqətən də tam-tamına 1, 2, 3, 4, 5, 6, 7, 8-ci alış nöqtəsindədir dostlar. Bu alış nöqtəsindən dəyərləndirin, yoxsa çox heyif olar. Erasmus nöqtəsi tam yerindədir, alış nöqtəsi tam yerindədir. Bunun hədəfi 50 dollarları belə keçər dostlar, bunu sizə deyim. Yəni 5x etməsəniz belə 3,5x edəcəksiniz dostlar. Belə qrafik analizi sadə dillə başa saldım. Yəni ki, həqiqətən də alış nöqtəsində heç bir baş yorma ehtiyac yoxdur. Fundamental analizə keçək dostlar. Şirkət nə haqqındadır, nələrlə məşğuldur və s. Gəlin əvvəlcə maliyyə hesabatlarına baxaq dostlar. Şirkət belə baxanda hal-hazırda gəlirdədir. Yəni hərdən mənfiyə düşür, hərdən gəlirə düşür. Yəni son olaraq nəticələr biraz pis olub, mənfidə olub. Amma bundan sonraki hesabatda müsbət proqnozlaşdırılır. Həmçinin baxırıq dostlar, şirkət son 3 aylıqda borclarını azaldıb və nəqd pullarının sayını artırıb. Bu yaxşıdır. Həmçinin illiyə baxsaq dostlar, şirkətin borcları biraz artıb, amma nəqd vəsaitləri də çox artıb. Və illik olaraq dostlar, şirkət keçən il demək olar 2 ildə avvela müsbətdə bağlayıb ili. Bu ildə müsbətdə bağlaması gözlənir. Bəli, keçən ilə nisbətən daha zəif potensial gözlənir. Lakin dostlar, gəlin proqnoz dərəcələndirmələri, analiz dərəcələndirmələri baxaq. Gördüyünüz kimi şirkətin gəlirləri 3 aylıqda və illikdə qalxan tempdədir dostlar. Yəni 2025-də azca gəlir düşüşü olacaq, lakin sonraki illərdə gəlir artışı sürətlə davam edəcək dostlar. Bunu nəzərinizə çatdırım. Həmçinin təxminlərə baxın dostlar, 35 dollar minimum proqnoz var bu şirkət haqqında, ortalama 36 dollar, maksimum 38 dollar. Yəni çox yaxşı proqnozlardır həqiqətən bu şirkət haqqında. Gəlin haqqında bölümünə baxaq, çox uzatmadan. Şirkətimizin adı Gorilla Technology Group şirkətidir. Nasdaq birjasında GRR şifrəsi ilə qeydiyyatdadır. Şirkət səlahiyyətli olaraq video kəşfiyyatı, EDA, yəni kənarda, yəni cihaz səviyyəsində süni intellekt və təhlükəsizlik texnologiya sahəsində fəaliyyət göstərir. Qısaca şirkət təhlükəsizlik texnologiya sahəsində fəaliyyət göstərir. Mərkəzi İngiltərə, Londonda 2001-ci ildə qoyulub əsasən. 2023-də gəlirləri 64 milyon dollardır və 2023-də demək olar Nasdaqda listinq olub. Bəli. Şirkət nə iş görür dostlar? Misal olaraq deyək, video analitik sistemləri hazırlayır. Obyekt tanıma, insan, avtomobil aşkarlanması, üst tanıma və s. Məsələn, hadisə nümunə göstərim, polis radarları, yəni bu radar sistemləri kamera qurğuları vasitəsilə insanları məsələn cərimə eləyə bilir.
cəzalarına uyğun və yaxud cinayətlər araşdıra bilir və s. Yəni şirkət bu sahələrdə işləyir. İOP təhlükəsizlik birləşməsi, yəni cihazların şəbəkə təhlükəsizliyi, kənar hesablama və s. ilə məşğul olur. Şəbəkə təhlükəsizliyi önəmli bir şeydir dostlar. Smart City, nəqliyyat, istehsalat sahələrində tətbiqlər. Yəni dostlar, bu şirkət digər şirkətlərə nisbətən texnologiya sahəsində daha mürəkkəb bir iş yürüdür. Yəni daha bir çox sahələrlə kompakt olaraq iş yürüdür. Məsələn, Smart City ağıllı şəhər, nəqliyyat, ayrıca istehsalat, yəni bizim bir şirkətimiz vardı, yadınızda şirkətimiz var deyəndə yatırım etdiyimiz şirkət nəzərdə tuturam. Instacart adlı bir şirkət vardı dostlar. Orada Instacart şirkəti ambarlarda ağıllı ambar layihəsi üzərində fəaliyyət göstərirdi. Amazon ambarlarını ağıllı şəkildə proqramlaşdırırdı. Bu şirkət həm onu edir, həm nəqliyyat edir, həm də ağıllı şəhər layihələrində öz texnologiyalarını satır dostlar. Bu yaxşıdır. Güclü tərəfləri budur ki, yüksək texnologiya sahəsində heç video analitika, yox təhlükəsizlik pozisiyasının olmasa bu sahələr günümüzdə sürətlə böyür. Bu həqiqətdir. Az sayda rəqiblə yüksək ixtisaslaşma bu sahələrdə, yəni ümumiyyətlə mürəkkəb kompakt olaraq bu sahədə şirkətlərin sayı ilə çox deyil. 2023-cü ildə artım yönlü göstəricilər misal üçün bəzi analitiklər şirkətin gəlirlərində ciddi artım görürlər. Bu da yaxşı haldır dostlar. Riskləri deyə şirkət necə karlıdır dostlar? Şirkət əslində karlıdır, lakin son aylarda bəzi mənfi nəticələri arada mənfi də bağlaya bilər örübləri. Ona görə bu nəzərinizə çatdırıram. Dəyərləndirmə baxımından adillik sualları var. Məsələn, sektora görə yüksəkdir deyənlər ara, qiyməti güya sektora görə yüksəkdir. Amma məncə dostlar, şirkət hal-hazırda gəlir gətirdiyinə görə qiyməti elə də yüksək deyil. Nəticə budur ki, müqayisə etsək, yəni GRL şirkətini, Gorilla texnoloji qrup şirkətini, bu şirkət texnologiyası təhlükəsizlik analitika sahəsində maraqlı bir potensiala malikdir, amma bu həm yüksək risk, yəni böyümə potensialı, amma təhlükəli bir qeyri-müəyyənliklər var. Bəli, risk daşıyırdırsa, risk həmişə var. Necə risk daşıyır? Tam yüksək risk daşımır dostlar, bunu deyim, amma orta yüksək dərəcədə risk daşıyır dostlar. Yəni bundan əvvəlki Lazer texnoloji, Luminar texnoloji şirkəti, Femazi şirkəti, Dragonfly enerji şirkətinə nisbətən daha az risklidir. Yəni bunu nəzərdə çatdırın. Belə dostlar, bugünkü video bu qədər. Ümid edirəm hər şey başa sala bildim. Videomu bəyəndinizsə like ata bilərsiniz, abunə deyilsinizsə abunə olun dostlar. Sualınız, şərhləriniz olsa yorumlarda, şərhlərdə yaza bilərsiniz. Sağ olun, salamat qalın.